Baba Zeynal Babazadə 1 iyul 2001-ci ildə Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olmuşdu. Azərbaycan ordusunun əskəri olan Baba Zeynal Babazadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. 07-10-2020 tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Baba Zeynal Babazadə ölümündən sonra Vətən uğrunda Laçının azad olunmasına görə və Su qovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.